Hər birinizə salam, kanalıma xoş gəldiniz. Yeni ana olan aparıcı Çinarə Əliyeva qızı Mədinə ilə yeni paylaşım edib və Çinarə xanım qızına gələn möhtəşəm hədiyyələri izləyiciləri ilə bölüşüb. Sözü edən görüntüləri təqdim edirəm. Buyurub izləyə bilərsiniz. Yeni xəbərləri izləmək üçün kanalımıza abunə olmağı, videolarımızı like etməyi və bizə digər kanalımıza dəstək olmağı unutmayın. Övladımın qidası və sağlamlığı mənim üçün çox önəmlidir. Bunun üçün ekoloji təmiz təbiəti olan Yeni Zelandiyada istehsal olan keçi südü əsaslı Nenni qidasını seçmişəm. Körpəmin gecələr rahat yatmağında da səbəb bu qidadadır. Xüsusən də həssas körpələr üçün daha uyğundur. Uşaq qidası seçərkən əsas tərkibinə və uşağın ağız dadına uyğun olması mütləqdir. Nenni körpəmizin ilk aylarında güvənlə seçəcəyimiz bir qayğıdır. Karobka, görün necə gözəl. Ay Allah, bunların səbirsizlənirəm sizinlə paylaşım. Ay Ceyran, çox sağ ol. Vallahi, Mədinəmiz üçün o qədər gözəl hədiyyələr gəlir. İnanın ki, dostlar, yaxınlar, doğmalar, əməkdaşlıq etdiyim insanlar hamı qızımıza gözəl hədiyyələr yollayır. Buna bayıldım. Geyimlərinin 70%-i Mayra Baby'dəndir. Mayra Baby'nin ən çox sevdiyim məhsulları onun keyfiyyəti, onun qiyməti və ən əsası seçim olmağıdır və orada olan modellər heç yerdə tapa bilməyəcəksiniz. Onu sizə əminliklə deyirəm. Və neynədim? Deməli, mən uşaqla bağlı çölə çox çıxmıram deyənə və ona görə Mayra Baby'də Günay xanıma çox sağ ol deyirəm buradan. Sifariş verdim, dedim uşaqda nələr çatmır. Bodilər. Deməli, varıdı 3 ay, 6 ay çoxdur da. Mən də 1 ay, 3 ay sifariş elədim. Karamel brendindən. Buna baxın. Bir də belə pozunkalar, şalvarlar. Ay Allah, bu belinə baxın, nə qəşəngdir. Çox gözəl. Bunlar yaxından da bilsin. Ay öyle. Bax, bunlardan yox idi. Var ya, çox böyüdü. Belə. Bu bolçisi. Bir də şalvarı, material da super. Deyirlər ki, nə alsan, uşaq tez böyüyür deyənə çatdırmırsan. Və mən də dedim, şeydə şey olur. Amma bizdə uşaq balacadır deyənə, paltarlar ona biraz böyük gəlirdi deyənə. Mən dedim ki, Günay xanım, sən Allah təcili mənə yollayın. Ay ya Allah. Oy, nə gözəldir. Çox gözəldir, maşallah. Ay Allah, bu da onun papağı, nə qəşəng. Papaqlardan da biraz. Papaq başına çox böyük olur uşaq. Ona baxın. Ay Allah, nə gözəldir. Sonra bu da qəşəng. Baxın buna. Necə gözəldir. Materialdır. Belin rezintadadır. Bu da belə. Keçirik növbətiyə. Hələ paketlənmən gözəlliyindən baxın. Deməli, Mədinəmizin bir şivaneri var, başqurtaqda, qardirobun kimi. Orada paltarlarının, deyim ki, sizə 80%-i Mayra Baby'dəndir. Çünki Mayra'da olan geyimlər, daha orada bir paltar bəyənmişdim. Dedi, 1 yaşından 3 yaşına qədər. Dedim, yolunu istəyirəm. Onu aldım, çox da bəyəndim. Ay ya Allah, bu nə bax. Ay da nə gözəldir. Bunu bugün bırakıb giyindirim. Bəlkə qızımı Sibir'də apardım. Buna baxın, nə gözəldir. Bodisi, ay Allah, fartuku. Papaqları çeşit. Hətta ədyalı. Bugün bunu giyindirək qızımıza. Çox gözəldir, çox. Həddindən artıq. Təşəkkür edirik. Buna bax, papağı.